5 yaşlı nənəyə də ömrünə illər əlavə etmək nəsib olar. Uzun ömürlər siyahısına adını sala bilən bu ağbirçəklə bölgə müxbirimiz Aytəkin Alxaslar həm söhbət olub. 3 övlad, 10 nəvə, 8 nəticəsi olan Ayət nənənin bu yaşa çatmasının sirlərini öyrənməyə çalışıb baxaq. 105 yaşlı Ayət Qədirova ilə görüşmək üçün Qubanın rayon mərkəzindən 62 kilometr aralıda yerləşən Ördüz kəndinə getmək o qədər də asan olmadı. Qonaqkənddən sonra başlayan 12 kilometr yoxuşlu, ensiz və torpaq yolla, yarı piyada, yarı avtomobillə ümumən 3 saata gəlib çatdıq bu uzqar dağ kəndinə. Həyətə çatanda müsahibimiz Ayət nənəni evin qarşısında qaynayan samavarın yanında gördük. İşgüzar nənənin ailə üzvləri ilə birlikdə çay dəmləməsinə mane olmadan süfrə arxasında başladıq onu söhbətə tutmağa. Əsasən tatbilli olan müsahibim indiyə qədər həm çətin, həm də xoş günlər gördüyünü dedi. 3 övladı, 10 nəvəsi, 8 nəticəsi olan Ayət nənə ömrü boyu zəhmətlə dolanmasından danışdı. Gecə xalı çıxmışam, gündüz üşüdülmüşəm. Qalxız işində gidmişəm. 105 yaşı olsa da Ayət nənə ölkədə baş verən mühüm hadisələrdən xəbərdar olmağa da çalışır. Hətta Avropa oyunlarını canlı izləmək istəməsi ilə bağlı sualımıza da baməzə cavab verdi. Hər nəsə gedməyəm. Burada oturmuşam orada. Hələ baxacağım bunu ki. Keçildi, gitmək oldu. Gələm, nəsə gedməyəm. Hələ qoşulca, mənim hoşuna apartına getirsin. Hələliksə bu nənəmizə sağlamlıq arzuluyuruq.